turşu ilə spirt reaksiyaya girir. Uşaqlar nə alınır? Mürəkkəb efir, belə suallar çox görmüşük. Bir də su. Reaksiya 1-in 1-ə gedir. Turşudan OH çıxır, spirtdən H çıxır. Spirtin kütləsi də bizə M verilib, turşu da M verilib, su da bilirik burada 18 olur. Mürəkkəb efiri də bizə verib 130. Kütlənin saxlanma qanunu yazıram M üstə M, yəni 2M bərabərdir 148. M buradan nəyə bərabərdir uşaqlar? 70. Deməli, bunlar hər ikisi 74 imiş. Bizdən də nəyin kütləsini istəyir? Spirtin kütləsini istəyir. Spirtin formulu necədir? Cn H2M plus 1 OH. Bunun emiri 14N üzərinə gəl 18-dir. Bunu 74-ə bərabər edirik. 14N bərabərdir 56. Düz deyirəm yəqin ki. 14N bərabərdir 56. N də buradan eləyir 4. Deməli, spirtin 4 karbonu var imiş. D variant. Baxın bir dənə. Uşaqlar hamı baxsın bir dənə bu sualı. Fərqli yazmışam mən. Necə? Tamam fərqli yazmışam. İnci bildin mən necə yanaş? Çox rahat. Bəli, bəli. Ay sağ ol. Uşaqlar, ən rahat yol, ən qəşəng yol bu yoldur. Ən yaxşı yol bu yoldur. Bir dənə də sizə başqa bir dənə də yol deyəcəm, necə? Bir dənə də sizə başqa yol deyə bilərəm. Deyim həmin yolu. Həmin yolu da deyim necə? Siz nəzərinizdə bir qaydanı saxlayın. Yəni, belə bir qayda sizə deyirəm. Əgər turşu ilə spirtin molyar kütləsi bir-birinə bərabərdirsə, emeri. Əgər turşu ilə spirtin emeri bir-birinə bərabərdirsə, yadda saxlayın. Spirtin karbon sayı turşunun karbonundan bir vahid çox olur bu zaman. Yenə deyirəm, əgər spirtin kütləsi ilə turşunun molyar kütləsi bir-birinə bərabərdirsə, bu zaman spirtin karbonu bilin ki, turşudan bir vahid çox həmişə. İstəyirsiz yoxlayaq. Məsələn, turşunu götürürəm qarışqa. Qarışqanın emeri 46. Spirti də götürürəm C2H5. Emerini tapsaq 46. Bərabərdir emerləri və bu zaman spirtin karbonu turşudan bir dənə çox. Və yaxud turşunu götürürəm sirkə, emeri 60. Spirti də götürürəm C3H7OH, emeri 60. Bu qayda kimi özdə qeyd edə bilərsiniz ki, əgər spirt turşu ilə bərabərdirsə emeri, spirtin karbonu turşudan bir dənə çox. İndi deyirsiniz ki, müəllim, bu sual, bu verdiyiniz qayda bizə necə kömək eləyir?